Salam, hər vaxtınız xeyir olsun. Bugün qeyri-aşkar operatorların asan səviyyəsində olan tapşırıqların izahını verəcəm. Həmçinin də qeyri-aşkar operatorlar haqqında bir neçə məlumat verəcəm sizə. Başlayaq suallara. Birinci sualda bizə deyir ki, 7, 5, 7, 4, 8, 5, 9, 4. Qarşısındakı ədədlərə baxırıq. 7, 5-dən alınıb 35 və 2. 35 7 vur 5 deməkdir. Baxın 7 vur 4 28, 8 vur 5 40. Deməli hasili və 9-u 4-ə vuracam edəcək 36. Birinci sual işarəm olacaq 36. İkinci sual işarəmi tapmalıyam. 2 hardan gəlib, 3 hardan gəlib, buradakı 3 hardan gəlib və görürəm ki 7-dən 5 çıxanda 2 edir. 7-dən 4 çıxanda 3 edir. 8-dən 5 çıxanda 3 edir və 9-dan 4 çıxanda edəcək 5. Və avtomatik mənim cavabım olacaq 36 və 5. İkinci sual. 1, 4, 3 alınıb 12. Buna 143 və yaxud da ki 1, 4, 3, 14, 3, 1, 43 və sair kimi yollarla baxmaq olar. Amma məsəl üçün siz baxırsınız ki 1, 4, 3-də hasili 1 vurulsun, 4 vurulsun, 3, 12 edir. Burada da 1 vurulsun, 2 vurulsun, 5, 10 edir. Burada da 1 vurulsun, 2 vurulsun, 3, 6 edir. Deməli, məndə 1 vurulsun, 5 vurulsun, 5 edəcək 25. Keçirəm 3-cü tapşırığa. 6, 5, 2. 3, 6, 1. 6, 2, 7. 6, 5 edəcək 11. 3, 6 edəcək 9. Baxın, 6 ilə 5-i toplayanda 11 eləyir. 3 ilə 6-nı toplayanda 9 edir. Deməli, 6 ilə 2-ni toplayırsınız, edəcək 8. Və keçirik digər hissəyə. 5 ilə 2-ni toplayırıq 7. 6 ilə 1-i toplayırıq 7. 2 ilə 7-ni toplayırıq, edir 9. Və cavabımız olacaq B bəndi. Keçirik 4-cü suala. 4-cü sualda bizə deyir 85 və ya da 8-5 olaraq da baxa bilərsiniz buna. 8-5 daha yoğun gəlir. Çünki 8-5-in rəqəmləri cəmi 13, 7-3 cəmi 10, 9 ilə 8 rəqəmləri cəmi olacaq 17. Keçirik 3 ilə 4-ün hardan alındığına baxmağa və 8-dən 5 çıxırıq 3, 7-dən 3 çıxırıq 4, deməli 9-dan 8 çıxırıq, edəcək 1 və cavab olacaq A bəndi. 5-ci sual. 5 və 3-dən 25, 15, 9 alınıb. 5-in kvadratı 25. 5 vurulsun 3, 15. 3-ün kvadratı 9. Gəlin yoxlayaq, aşağıda da uyğun gəlirsə, deməli budur. 6-nın kvadratı 36. 6 vur 2, 12. 2-nin kvadratı 4. Deməli, burada da 7-nin kvadratı 49. 7 vur 3, 21. 3-ün kvadratı 9 və cavabımız olacaq A bəndi. Mən ardıcıl olaraq gedəcəm ki, ola bilər kimsə testi işləyər, sualları olar. Həmin suallarda da həmçinin burada cavab tapsın. Keçirəm 6-cı suala. 7, 4, 1, 2-dən alınıb 11 və 3. 7 ilə 4-ü toplasaq 11, 1 ilə 2-ni toplasaq 3. 3 ilə 9-u toplasaq 12, 3 ilə 4-ü toplasaq 7. 2 ilə 4-ü toplasaq 6, 6 ilə 2-ni toplasaq 8. Cavabımız olacaq C bəndi. 7-ci sualda 2, 1, 5 rəqəmlər cəmi 8. 6, 1, 8 rəqəmlər cəmi 15. 7, 4, 1 rəqəmlər cəmi 12. Və 6, 7 üstə gəlinsin 5 edəcək. Deməli, 13 üstə gəl 5, 18. Amma diqqətli olmalısınız ki, burada 2 dənə qar dənəciyi var. Bir dənəsi olanda rəqəmlər cəmini topladınız. Birini artıq icra elədiniz. Amma ikincisi qalıb. İkinci qar dənəciyini də yerinə yetirmək üçün 1 üstə gəl 8, sizdə edəcək 9. Cavab olacaq D bəndi. 8-ci sualda 1, 6, 4. Rəqəmləri cəmi 24. Daha doğrusu hasili 24. 1 vurulsun, 6 vurulsun, 4, 24. 6 vur 7, 42. 7 vur 5, 35. 2-yə də vuranda 70. Deməli, mən də 7-ni 8-ə vururam, edir 56. Amma 7-ni 8-ə vuranda bir dənəsini icra etmiş oluram. İkincisi qaldığı üçün, indi ikincisini icra etmək üçün 5-i də 6-ya vuracaqsınız, edəcək 30. 9-cu sualda
4 ilə 3, 2, 6, 78 yaz. 8, 1, 5, 2, 97 yaz. Məsələn, baxa bilərik. İlk olaraq bu 10 sizə çox şey deyə bilər. 10-dan görə bilərsiniz ki, 9 və 1-i toplayanda 10 edir, 7 ilə 3-ü toplayanda da 10 edir. Həmçinin 8 ilə 1-i toplayanda 9 edir, 5 ilə 2-ni toplayanda 7 edir. 4 ilə 3 7, 2 ilə 6 8. Deməli, mən də 7 ilə 8 toplayıram 15, 1 ilə 2-ni toplayıram 3. 15 ilə 3 A bəndindədir. Keçək 10-cu suala. 1, 5 alınıb 12. 8, 3 alınıb 22. Məsəl üçün, biz baxa bilərik. 9, 8-dən necə 34 alınır? Və yaxud da ki, 8, 3-dən necə 22 alınır? Əslində, 34-dən tuta bilərsiniz. 9 üstə gəl 8, 17, vur 2, 34. 8 üstə gəl 3, 11, vur 2, 22. 1 üstə gəl 5, 6, vur 2, 12. Deməli, mən də 5 üstə gəl 7 edəcək 12, vuracam 2-yə, edəcək 24. Bu, bunun bir dənəsinin icrası idi. Toplayıb 2-yə vuranda cavabı tapırdı. Amma burada görürüm 2 dənəsi var. Deməli, mən bir dənəsini icra elədim. İndi ikincisini icra eləməliyəm. 2-ni 4-ə toplayacam daha doğrusu. Birinci toplananları da düzdür toplayıram. 2 üstə gəl 4 edəcək 6 və 6-nı da vuracam 2-yə edəcək 12. Cavab olacaq A bəndi. Daha sonra davam edirik. 11-ci sualda. 2 ilə 3-dən 36, 1 ilə 8-dən 64, 7 ilə 2-dən 196. Bu ədədlər 36-dır, 64-dür, 196-dır, kvadratlardır. Bunlar görünür. Deməli, mən də 2-ni 3-ə vururam, 6, 6-nın kvadratı 36. 1-i 8-ə vururam, 8, 8-in kvadratı 64. 7-ni 2-yə vururam, 14, 14-ün kvadratı 196. 6-nı 2-yə vururam, 8, 8-in kvadratı edəcək 64. Və bu tərəfdə isə, yəni bu rombun operatorudur. Romb olanda vurur, kvadratını yüksəldir. Amma dairə olduqda artıq ədədi sadəcə bir-birinə vurur. 6 ilə 5-i vurur 30, 5 ilə 3-ü vurur 15, 7 ilə 2-yi vurur 14. Deməli, mən də artıq rombu tapdım. Romb operatorundan sonra tapdım ki, 64 edir. Və 64-ün qarşısında dairə operatoru qalır. Çünki dairə operatoruna heç nə eləməmişəm. Dairə operatorunu da tapmaq üçün 6-nı 4-ə vuracaqsınız, edəcək 24. 12-ci sual. 7, 6, 5 olub 5, 7, 6. 3, 8, 1 olub 1, 8, 3. Bu o deməkdir ki, rəqəmlər yerlərini dəyişib. Üçbucaqda bu formada dəyişib, kvadratda bu formada dəyişib. Deməli, mən də üçbucaqda burada necə dəyişibsə, onun kimi dəyişirəm. Məsəl üçün, 3 əvvəldədir, gedib axıra. 1 axırdadır, gəlib əvvələ. Deməli, 4 burada axırdadır, gələcək 4 əvvələ. 8 elə ortada qalıbsa, deməli 2 də ortada qalacaq. 1 də gedəcək ən sona. Çünki 3 də burada əvvəldə idi, gedib sona. Deməli, 421 üstə gəlinsin. Kvadrat operatoru isə 3, 2, 1-dir. Deməli, burada da 7 əvvəldə idi, gedib ortaya. 5 ən sondaydı, gəlib əvvələ. Deməli, 1 ən sondadır, gələcək əvvələ. 7 ən birincidir, gəlib ortaya. Deməli, 3 gələcək ortaya, 2 də olacaq sonda. Və bunları toplayanda 1 ilə 2, 3, 2 ilə 3, 5, 4 ilə 1, 5. 553. Nədəsə səhv etmiş ola bilərəm. Üzürlü sayın. Bir də bir də baxaq. 124. Baxın, üçbucaq operatoru. 7, 6, 5. Düzdür? 5 ən sondadır, gəlib əvvələ. Mən də 4, 4 ən sondadır, gəlib əvvələ. 2-ni ortada saxlamalı deyildim. Mən yəqin bura baxmışam. Məni çox üzürlü hesab edin. Deməli, bircə dəqiqə yenidən edək. Baxın, deməli, 124 5 ən sondadır, gəlib əvvələ. Deməli, 4 sondadır, 4 gələcək əvvələ. 2, deməli, 6 burada ən sona gəlibsə, 2 də məndə sona gələcək. 7 də ortaya keçibsə, deməli, 1 də ortaya keçəcək. Və keçirəm kvadrat operatoruna. Baxın, 3 ən əvvəldədir, 3 keçib axıra. 1 ən sondadır, 1 gəlib əvvələ. Deməli, 3 ən əvvəldədirsə,
3 gedəcək sona, 1 ən axırdadırsa 1 gələcək əvvələ. 2 də olduğu kimi qalacaq. Və bizdə cavab olacaq 3 ilə 2 5, 1 ilə 2 3, 4 ilə 1 5. 535. Baxın, texniki cəhətdən səhv oldu burada, amma sonradan izahını verdim. Diqqətli olun. Baxın, burada necə dəyişibsə yerini. Mən də 3 buzaq operatorunu da o formada dəyişdim. Kvadratda necə dəyişilibsə yeri, kvadratda da o formada dəyişib, sonra topladım. Ola bilər qarşınıza yenə belə bir sual çıxar. Məsəl üçün, 13-cü sual. 512 olub 251. Yenə rəqəmlərin yerini dəyişdirib. Deməli, bizdə də dairə deməli yerlərini dəyişdirəcək. Amma kvadratda görürəm ki, kvadrat sadəcə ilk iki rəqəmini toplayıb. Yəni 5 ilə 4-ü toplayıb edib 9. Və baxıram ki, burada da 1, 3, 6 yerini dəyişib. Gəlin, baxa görə eyni qaydada dəyişib. Məsələn, buradakı 5 gəlib ortaya. Buradakı 3, 5 gəlib ortaya. 1 də gəlib ortaya. Baxın, 1, buradakı 1 ən sona gəlib. Buradakı 3 ən sona gedib. 6 da gəlib əvvələ. Əla. Olduğu kimidir və ilk iki rəqəminin cəmini toplayıb kvadrat operatorunda edib 73. Burada da həmçinin, baxın, dairə operatorunda alınacaq. 3 əvvələ keçəcək. 1 ortaya keçəcək. 8 isə ən sona keçəcək. Və 3 ilə 1-i toplayıb edib 48. İndi 612-ni yerinə yetiririk. 2 gəlir əvvələ. 6 ortaya. 1 isə ən sona. Və 2 ilə 6-nı toplayıram, edir 81. Keçirəm 14-cü suala. 14-cü sualda 527-dən alınıb 77. 5 ilə 2-ni toplayırıq, edir 7. Burada deməli, bu deməli ulduz operatorundaydı ki, məsəl üçün burada da baxın 8 ilə 2-ni toplayıb edib 10. Deməli heç bir problem yoxdur. Amma 436-da, yəni kvadrat operatorunda yerləri dəyişilir. 3 ən sona gedib, 4 ortaya gedib, 6 isə ən əvvələ gəlib. Deməli burada da baxın 5 ən əvvələ gəlib, 1 ortaya, 0 isə ən sona gedib. Biz də eynisini edəcəyik. Necə? 4 ilə 1-i toplayırıq. Edir 10 və yazırıq 10, 6 da yanında. Və indi yerlərini dəyişəcəyik. Artıq kvadrat operatoru qoyuruq, yerlərini dəyişəcəyik. 5 ən sondaydı, gəlib əvvələ, deməli 6 da gedəcək əvvələ, 0 gedəcək sona, 1 də ortada. Cavabımız olacaq B bəndi. 15-ci sualda 352 yerini dəyişib olub 235. Deməli, dairə operatoru yer dəyişməkdir. 345 kvadrat operatorunda olub 75. Deməli, baxın, burada 193 dairə operatoru yerinə yetirilib, yerini dəyişdirib. Sonra da 3, 1, 9 olub 49. Deməli, 3 ilə 1-i toplayıb, ilk onluqla yüzlüyü toplayıb yazıb 4. Burada da baxın, 3 ilə 4-ü toplayıb yazıb 7. Deməli, mən də 393-ün yerini dəyişirəm. 3 ən axırdadır, gəlib əvvələ. Axırdakı 3 gəldi əvvələ. Ortadakı 9 getdi sona. Burada da ortadakı 9 gedəcək sona. Ən əvvəldəki də keçir ortaya. Bu əvvəldəki 3 də keçir ortaya. Və buradakı 3 ilə 3-ü də toplayıram kvadrat operatorunu tapmaq üçün. O da edir bizə 69. Yəni B bəndi. Davam edirəm 16-cı sualla. 16-cı sualda baxın yazıb 16 ilə 70-dən alınıb 27. 18 ilə 56-dan alınıb sual. Bu nə deməkdir? Məsəl üçün, siz baxa bilərsiniz ki, 27 necə alına bilər? Düşünməlisiniz. 70-dən 16-nı çıxacaqsınız, edəcək 56, daha doğrusu 54, çox üzr istəyirəm. 70-dən çıxacaqsınız 16-nı, edəcək 54. 54-ü 2-yə böləcəksiniz 27. 56-dan çıxacaqsınız 18. Deməli, 8, 38. 38 də böləcəyik 2-yə, o da eləyəcək 19. Bu formada. 17-ci sual. 253 ilə 355-dən alınıb 51. Gəlin baxaq. Çıxsaq yenə əslində 355-dən 253-ü çıxsaq 2, 0, 1, 102. 102-ni də 2-yə bölsək 51 edəcək. 116-dan 120-ni çıxa bilməyəcəyik. Amma burada elə ola bilər ki, hansı tərəf böyükdürsə,
ondan da çıxa bilər. Və yaxud da çıxsa mənfi ədəd də alına bilər. Məsəl üçün, ola bilər ki, 116-dan 220 çıxsın, bölsün 2-yə yazsın. Əgər mənfi ədəd verilsəydi, elə eləyəcəkdik. Amma mənfi verilmədiyinə görə 220-dən 116-nı çıxıram, eləyir 4, 11-dən 1 çıxıram. Daha doğrusu elə 1-dən 1 çıxıram, 0. Burada da 1-dən 1 çıxıram, 1. Deməli, 116-nın üstünə 104 gələndə 220 edir. Deməli, bu problemsizdir. 104-ü böldü 2-yə, eləyəcək 52 B bəndi. Yəni, 355-dən çıxıb 253-ü bölüb 2-yə. Siz də 220-dən çıxdınız 116-nı böldünüz 2-yə. Yəni, böyükdən kiçik çıxıb 2-yə bölübdür. Keçdim 18-ci suala. 17 ilə 14-dən alınıb 93. 11 ilə 15-dən alınıb sual. Deməli, baxırıq. 17, 14. Bunları topladıqda alınır 31. Toplayanda alınır 31. 31-i 3-ə vursaz, edəcək 93. 11 ilə 26-nı, 15-i, 11 ilə 15-i toplasaq edəcək 26. 26-nı da vuracaq 3-ə, edəcək 78. 19-cu sualda 650, 428. Gəlin çıxaq. Ondan 8 çıxsaz 2, 4-dən 2 çıxsaz 2, 6-dan 4 çıxsaz 2. 222-ni böləcək 2-yə, 111 edəcək. Deməli, mən də burada 496-dan çıxıram 274-ü. 6-dan 4, 2, 9-dan 7, 2, 4-dən 2, 2. O da eləyir 111, 2-yə böldükdə. 20-ci sual. 660 və 333-dən alınıb 331. Məsəl üçün, 660-dan çıxsanız 333-ü, ondan 3 çıxacaqsınız 7, 15, daha doğrusu 5-dən 3 çıxacaqsınız 2, 6-dan 3 çıxacaqsınız 327. Yaxşı, bəs baxsanız ki, bu 327-nin bu hissə ilə əlaqəsi yoxdur. Yaxşı, başqa məsəl üçün 660-dan necə 333 ala bilər? 660-dan 333-ü toplayırıq, edir 993, bölürük 3-ə 331. 240-dan 510-u toplayırıq, eləyir 750, bölürük 3-ə, edir 250. 21-ci sualda 730, daha doğrusu 437 və 264 ədədlərindən. Deməli, toplasaq 7 üstə gəl 4, 11, 1 yazırıq. 1 yadda 8, 9, 4 ilə 2 də 6, 691. Bu toplayan moment alınandır. Bəs çıxsaq neçə alınar? Toplayanda çünki alınan ədəd bizə o qədər də kömək eləmir. Çıxsaq bəs, məsələn 437-dən 254-ü çıxsaq 7-dən 4 çıxırıq 4, 13-dən 5 çıxırıq 8 və 7-dən 4 çıxdıq, 4 çox üzr istəyirəm, 7-dən 4 çıxdıq 3 deyirəm, axı nəysə səhv yazdım. Deməli, 7-dən 4 çıxıram 3, 13-dən 5 çıxıram 8, 3-dən də 2 çıxırıq 1. 183-dən necə 336 ala bilərik? 2-yə vursaq 6, 16, 1 yadda 366 edəcək. Deməli, biz də çıxırıq, deməli 11-dən 2 çıxırıq 9, burada birini verdik. 11-dən 6 çıxırıq 5 və 4-dən 2 çıxırıq 2. 259-u da vururuq 2-yə. 2-yə vurduqda 18, 8 yazırıq. 1 yadda 10, 1 yadda 11 və 5. 518 cavab olur Y bəndi. 22-ci sual. 118-dən 188-dən daha doğrusu və 424-dən alınıb 118. Gəlin baxaq necə aldım. Deməli, 424-dən çıxsaq 188-i, 14-dən 8 çıxsaq 6, 11-dən 8 çıxsaq 3, 3-dən də 1 çıxsaq 2. 236-nı da 2-yə bölsək, deməli 1, 3-ün içində 1, 16-nı da 2-yə böl 8. Bəli. Deməli, çıxıb, sonra bölüb 2-yə. Deməli, mən də 320-dən çıxacam 214. 10-dan 4, 6, 1-dən 1, 0, 3-dən 2, 1. 106-nı da 2-yə böləndə edəcək 53. 23-cü sual.
6 və 4-dən 2 almaq üçün çıxarıq. 9-dan 3, 6, 8-dən 9, 1. Və yaxud da 9-dan 8, 1. Yəni, fərqi eləyir 1. Hasili isə eləyir 24. 6 vur 4, 24. 9 vur 3, 27. 8 vur 9, 72. Avtomatik mən də 2-ni 8-ə vuracam. Olacaq 16. Fərqi isə 6. 6 ilə 16. Toplayanda da bizə verəcək 22. Yaxşı, 24-cü sualda əslində bu 16, 16, 64 mənə kvadrat kimi görsənir. Və mən görürəm ki, 2 üstə gəl ki, 4. 4-ün kvadratı 16. Amma burada görürəm ki, 1 üstə gəl 4 5 edir. Bu 5-in kvadratı deyil. Deməli, toplama yox, vurmadır. 2 vur 2, 4. 4-ün kvadratı 16. 1 vur 4, 4. Kvadratı 16. 4 vur 2, 8. 8-in kvadratı 64. Deməli, hamısını bir-birinə vururam. Edir 6. 6-nın kvadratı bizə edəcək 36. Biz sanki bir dairəni tapdıq. İndi keçirik ikinci dairəyə. İkinci dairəni tapmaq üçün də bir-birinə vururam. Edir 18. Düzdür? Daha doğrusu bircə dəqiqə. Hə, bu dairəymiş. 0 kimi başa düşdüm. Deməli, bu dairədir. Baxın, bu dairədir. Deməli, 6-nın kvadratı 36. İndi 3-ü vurduq 6-ya 18. 18 də kvadratı yüksəltməliyik. Yəni, 18-in kvadratı neçə eləyəcək? Çox adam bunu bilməyə bilər. Amma belə deyək də, belə də tapa bilərsiniz. Ümumi də götürə bilərsiniz cavabı. 8 vur 8, 64. 6 yadda. 8 vur 1, 8. 6 da yadda. 144. 8, 1. Toplayanda sizə edəcək 324. Yəni, D bəndi. Davam edirik. 25-ci sualda bizə deyir ki, 4 ilə 7-dən alınıb 5, 8 və 11. Mən görürəm ki, 4-ün üstünə 1 gəlsə edəcək 5, 7-nin üstünə 1 gəlsə edəcək 8. 4 ilə 7-ni cəmləsə edəcək 11. 7-nin üstünə 1 gəlsə 8, 2-nin üstünə 1 gəlsə 3, 7 ilə 2-ni toplasa 9. Burada da həmçinin 2-nin üstünə 1, 3, 9-un üstünə 1, 10, ikisini bir yerdə toplasa 11. Deməli, 6-nın üstünə 1 gələcəm. 7, 7-nin üstünə 1 gələcəm. Bu da 7, 6 ilə 6-nı toplayacam, 12. Və mənə deyir ki, 7 üstə gəl 7, çıx 12. Yəni, A ilə B 7 idi, C 12 idi. A üstə gəl B 14, 14-dən də 12-ni çıxanda edəcək bizə 2. 26-cı sualda bizə deyir ki, 12, 24, deməli, 12-nin rəqəmləri cəmi 3, 24-ün rəqəmləri cəmi 6, toplayanda 9. 45-in rəqəmləri cəmi 9, 91-in rəqəmləri cəmi 10, toplayanda 19. Deməli, 17-nin rəqəmləri cəmi 8, 15-in rəqəmləri cəmi 6, toplayanda edəcək 14. Və 8 üstə gəl 6, çıx 14, bizə verəcək 0. Keçirik 27-ci suala. 301-dən alınıb 130, 130-dan da 0,13. Bu nə deməkdir? 301, burada 0 ortadadır. 130-da 0 axırdadır, 0,13-də 0 əvvəldədir. Baxın, 3 birincidir, ikincidir və üçüncüdür. Mən baxıram ki, 5 birincidir, ikincidir və üçüncüdür. Deməli, 1, 1. A-nın qiymətində ortada olacaq. B-nin qiymətində axırda olacaq 1. Üçün 0. 0 burada ortadadır, burada axırdadır, burada əvvəldə. Deməli, 2 burada axırda olacaq, burada əvvəldə olacaq. Məsələn, 1. 1 burada axırdadır, burada əvvəldədir, burada ortadadır. 8 burada axırdadır, burada əvvəldədir, burada ortadadır. Deməli, 3 burada deməli 3 əvvəldə olacaq. Burada da 3. Bircə dəqiqə, deməli qarışdırdım. Düz dedik də, baxın, axırdadır, birincidir və ortadadır. Mən 1-i hara yazmışdım? Qarışdırmamaq üçün prosta yəni yazmadan eləmək olar. Əslində gərək A-nın üstündə yox, elə burada belə yazar. A bərabərdir, B bərabərdir. Deməli, 1 dedi ki, olacaq ikinci qiymətimizdə ortada. Yəni, burada da rəqəm olacaq, burada da rəqəm olacaq. B-nin qiymətində isə 1 olacaq ən axırda. Çünki 1 birinci rəqəmimizdir. Burada da birinci rəqəm ortada və axırdadır. Burada da 3 ortadadır və axırdadır. Keçirik ikinci ədədimizə, yəni 2. 2 burada olacaq axırda, burada olacaq əvvəldə.
Deməli 3 burada olacaq əvvəldə, 3 burada olacaq ortada. Məsələn, deməli 312-dən də 231-i çıxırıq. 2-dən 1, 1, 11-dən 3, 8 və salam 81 A bəndi. Davam edirik. 28-ci sual. 6 ilə 2-dən 4. Çıxsaq 4. 6 ilə 2-ni yox, çıxsaq 4. 16-nı hardan alarıq? 4-ün kvadratı olaraq, amma burada məsəl üçün bizə verib 16. Kvadratları yox. Gəlin baxaq, məsəl üçün 30 hardan alınır? Çıxsaq 3 eləyər. 31, 3-dən 1 çıxsaq 2 eləyər. 6-dan 2 çıxsaq 4 eləyər. 16-nı tapmalıyıq. 6-nı 2-yə vursaq 12 edəcək. Toplasaq 8, 8-i 2-yə vursaq 16 eləyəcək. 3 ilə 1-i toplasaq 4, 4-ü 2-yə vursaq 8 eləyəcək. 9 ilə 6, 15, 15-i 2-yə vursaq 30 edəcək. Deməli 8-dən 1 çıxırıq. Daha doğrusu, də burada çıxıb hamısında. Deməli çıxırıq bizdə, eləyəcək 7. Daha sonra toplayıb 2-yə vururuq. 9-u da 2-yə vuranda 18. 7 ilə 18 Y bəndi. 29-cu sual. 15 ilə 26-dan alınıb 82. Deməli, mən də 15-in üstünə 26 gələcəm, eləyəcək 41. Furanda 2 edəcək 82. 17-nin üstünə 18 gələndə eləyəcək 35. 2-yə vuranda 70. 23-dən 13 eləyəcək 36. 2-yə vuranda 72. 12 ilə 15-i toplayanda 27. 2-yə vuranda edəcək 54. 30-cu sual. 4 ilə 3-dən alınıb 64. 27 və 9. Baxın, 4-ün kubu 64. 3-ün kubu 27. 3-ün kvadratı 9. 1-in kubu 1. 2-nin kubu 8. 2-nin kvadratı 4. Düşünürəm ki, bu sizə aydın oldu. Deməli, buradan da 5-in kubu bizə edəcək 125. 7-nin kubu 343 və 7-nin kvadratı 49. Cavab olacaq C bəndi. Daha sonra 31-ci sual. 6 ilə 8-dən alınıb 7, 4 ilə 8-dən 6, 4 ilə 6-dan 10, 3 ilə 8-dən 5, 10-da 5. Məsələn, bu 5, 10-da 5 sizə nəyisə göstərə bilər ki, 3-ün üstünə 8 gəlsəz 11 eləyəcək, 11-i 2-yə bölsəz 5, 10-da 5 eləyəcək. 4 ilə 6 10 eləyir, 2-yə bölsəz 5 eləyir. 4 ilə 8 12, 2-yə böləndə 6. 6 ilə 8 14, 2-yə böləndə 7. Deməli, 12-nin üstünə 14 gələcəksə 26, 2-yə böləcəksə edəcək 13. Daha sonra 3 ilə 4, 3-ün kvadratı 9, 4-ün kvadratı 16. 7-nin kvadratı 49, 5-in kvadratı 25. 8-in kvadratı 64, 2-nin kvadratı 4. 9-un kvadratı eləyəcək 81, 1-in kvadratı da 1. 81 ilə 1. Davam edirik 33-cü sualla. Deməli, 33-cü sualda 3 ilə 5-dən alınıb 4. 4 ilə 8-dən alınıb 6. Gəlin baxaq. Məsələn, 3 ilə 5-dən necə 4 alarıq? 3 üstə gəl 5, 8, 2-yə bölsək 4. 4 üstə gəl 8, 12, 2-yə bölsək 6. 1 üstə gəl 5, 6, 2-yə bölsək 3. 2 üstə gəl 10, eləyir 12, 2-yə bölsək 6. 1 üstə gəl 15, 16, 2-yə bölsək 8. Və 6 ilə 8-i də arasında bu işarədən olduğu üçün toplayırıq 14. 2-yə bölürük 7. 34-cü sualda. 2 ilə 1-i toplayıram 3, 3-ün kvadratı 9. 1 ilə 5-i toplayıram 6, 6-nın kvadratı 36. 2 ilə 6-nı toplayıram 64, daha doğrusu 8, 8-in kvadratı 64. 1 ilə 7-ni toplayıram yenə 8, 8-in kvadratı eləyəcək 64. 35-ci sualda. Deməli, 1-in kvadratı 1, 4-ün kvadratı 16, 7-nin kvadratı da 49. 4-ün kvadratı 16, 2-nin kvadratı 4, 9-un kvadratı 81. 8-in kvadratı 64, 36, 9. Cavab olacaq D bəndi. 36-cı sualda 4, 3, 2. 4, 3, 2. Alınıb 7. Yenə də baxın, 4 ilə 3-ü toplayanda 7. 8 ilə 4-ü toplayanda 12.
9 ilə 8-i toplayanda 17 eləyir. Deməli, 1 ilə 2-ni toplayırsınız, edir 3. İkinci tərəfə 5-ə baxaq. 3 ilə 2-ni toplayanda 5. 4 ilə 2-ni toplayanda 6. 8 ilə 3-ü toplayanda da eləyəcək 11. Deməli, biz də 2 ilə 3-ü toplayırıq, eləyir 5. Cavab olur 35. Yəni B bəndi. 37-ci sualda. 3, 2, 4 alınıb 68. Burada da eyni şeydir, amma burada artıq vurmadır. Yəni 3-ü 2-yə vurur, 6 eləyir. 2-ni 4-ə vurur, 8 eləyir. 1-i 3-ə vurur, 3 eləyir. 3-ü 3-ə vurur, 9. 2-ni 2-yə vurur, 4. 2-ni 2-yə vurur, yenə 4. Deməli, 8-i 1-ə vuracaqsınız, 8. 1-i 9-a vuracaqsınız, 9. Cavab olacaq 89, yəni D variantı. Bu formada davam eləyirik 38 ilə. 38-də deməli 1, 4, 3, 2. 1 vurulsun 4. 4, 3 vur 2, 6. 2 vur 3, 6. 4 vur 5, 20. 2 vur 5, 10. 6 vur 8, 48. 8 vur 9, 72. 7 vur 6, 42. Cavab olacaq B bəndi. 68-ci, daha doğrusu 39-cu sualda. 39-cu sualda deməli bizə verilib 1, 7, 8, 7-dən alınıb 61. Gəlin baxaq. Əslində, məsəl üçün mən belə düşünə bilərəm ilk öncə ki, 8 vur 7, 56, amma yox, bu formada alınmayacaq. Rəqəmlərin cəmini toplasaq, 1 üstə gəl 7, 8, 8 üstə gəl 8, 16, 16-nın üstünə də 7 gəlsək, 23. Deməli, gəlin diqqət eləyək. Başqa bir yolu var bəlkə də. Deməli, 8, 7, 14, 7, 8, 15. Deməli, və yaxud da ki, belə ola bilər. Məsəl üçün, 7-dən 1 çıxıb, bu formada yazıb bura 6. 8-dən 6 çıxıb, bura yazıb 2. 5-dən 3 çıxıb, yazıb 2. Deməli, siz də 8-dən 1 çıxacaqsınız, yazacaqsınız 7. Burada da baxın, 8-dən 7 çıxıb 1. 6-dan 1 çıxıb 5. 4-dən 3 çıxıb 1. 9-dan 1 çıxıb, edəcək 8 və cavab olacaq C bəndi. 40-cı sual. 3, 1, 5. 3 vurulsun, 1 vurulsun, 5, 15. 4 vurulsun, 2 vurulsun, 3, 24. 8 vurulsun, 4 vurulsun, 3, 96. Deməli, 1 vurulsun, 9 vurulsun, 0. Uca 0 varsa cavab olacaq Y bəndi. 0 yəni. 41-ci sualda. 4 üstə gəl 1, 5, kvadratı 25. 8 üstə gəl 2, kvadratı 100. 9 üstə gəl 3, kvadratı 144. 1 üstə gəl 3, 4, kvadratı 16. Davam eləyirik 90, daha doğrusu 43 ilə. 4-ün kvadratı 16, 4-ün kubu 64. 5-in kvadratı 25, 5-in kubu 125. 3-ün kvadratı 9, 3-ün kubu 27. 1-in kvadratı, 1-in kubu da olacaq elə 1. Davam edirik 43-cü sualla. Deməli, 43-cü sualda bizə deyir ki, 2, 5, 7. 6 üstə gəl 7 üstə gəl 2, 15. 7 üstə gəl 5 üstə gəl 2, 14. Deməli, biz də toplayırıq. 1 üstə gəl 3, 4, 4 üstə gəl 5, 9, 9 üstə gəl 7, edəcək bizdə 16. Amma birini tapmışsınız hələ. İkincini tapmaq istəyirsinizsə yenə 1 üstə gəl 6 eləyəcək 7. 44-cü sualda 1 üstə gəl 7, 8, 8 üstə gəl 6, 14. Yəni, dairə sadəcə toplayır. Bu işarə isə çıxır. 6-dan 1 çıxır 5. 9-dan 2 çıxır 7. Deməli, birinci toplayıram. Çünki birinci dairə gəlib. Toplayıram, eləyir 15. 15. Ondan sonra bu plus oxşayan işarəni də qoyanda 5-dən də 1 çıxırıq, eləyir 4. Keçirəm 45-ci suala. 45-ci sualda 7 vur 4, 24. 1 vurulsun 2, 2. 3 vurulsun 9, 27. 3 vurulsun 4, 12. Deməli, 2-ni 4-ə vurursunuz. 8. 6-nı 2-yə vurursunuz. 12. 8 ilə 12. Y bəndi.
3 vurulsun 4, 12, 3 üstə gəl 4, 7. 7 vurulsun 5, 35, 7 üstə gəl 5, 12. 8 vurulsun 2, 16, 8 üstə gəl 2, 10. Deməli, 9 üstə gəl 1 edəcək bizdə. Daha doğrusu birinci vururuq. Eləyir 9. Ondan sonra toplayırıq. Eləyir 10. Və cavab olur B bəndi. Davam eləyirik 47-ci sualla. 47-ci sualda 66-nı bölüb 3-ə 22. 36-nı bölüb 3-ə 12. 96-nı bölüb 3-ə. Mən də 45-i 3-ə böləcəm. Eləcək 15. Amma bu bir dəfə olunandan sonra da, yəni bir dənə romb alınandan sonra. Artıq ikinci romb qaldığı üçün bir də ikinci rombu almaq üçün 15-i bir də 3-ə böləcəksiniz. O da eləyəcək 5. Yəni cavabımız olacaq 5. Davam eləyirik 48-ci sualla. 1, 6, rəqəmləri cəmi 7, vursaq 2, 14. Rəqəmləri cəmi 8, amma burada alınmır. Yaxşı, başqa nə edə bilərik? Deməli, əslində 1 olduğu kimi qalsa, burada da 1 olduğu kimi qalsa, 6-dan 2 çıxıb 4. Burada 5 olduğu kimi qalsa, burada da 5 olduğu kimi qalsa, 3-dən 1 çıxıb 2. Belə baxsaq, deməli, 2 azaldıb da elə bil. Belə də yox, belə biraz uzun olacaq. Ən rahatı 16-dan 2 çıxıb 14. 53-dən 2 çıxıb 51. Düzdür? Deməli, mən də birinci bu operator gəldiyinə görə elə 100-dən 2 çıxıram, eləyəcək 98. Sonra keçirəm bu operatoru yerinə yetirməyə. Burada görürəm ki, 19-un üstünə 3 gəlib, 22. 25-in də üstünə 3 gəlib, 28. Deməli, mən də 98-in üstünə 3 gəlirəm, eləyir 101. Və bu işarə də artıq alındı və keçirəm təzədən bu işarəyə. Bu da 2 çıxma idi. Ona görə 101-dən də 2 çıxıram, eləyir 99. Yəni, bu işarə 2 çıxmadır. Bu damla işarəsi isə üstə gəl 3-dür. 49-cu sualda 2 üstə gəl 1, 3 kvadratı 9. 1 üstə gəl 4, 5 kvadratı 25. 4 üstə gəl 2, 6 kvadratı 36. 1 üstə gəl 4 üstə gəl 2 eləyəcək 7. 7-nin kvadratı eləyəcək 49. Bir dairə tapıldı. İkinci dairəni tapmaq istəyirsinizsə, toplayırsınız 13. 13-ün kvadratı eləyəcək 169, cavab olacaq Y bəndi. Son sualımız 50-ci sual. Dairə operatoru yerini dəyişibdir. 436-da isə 3 ilə 6 toplanılıbdır sadəcə. Deməli, görürük ki, 725 burada yerini dəyişib, burada da həmçinin. Burada yerləri dəyişikdir. Deməli, 725 yerini dəyişib, ondan sonra 2 ilə 7-ni toplayıblar, eləyib 9. Burada isə toplayıblar birinci, 5 ilə 7-ni toplayıblar, eləyib 12. Sonra yerini dəyişib. Yəni, dairəni sonra icra edib. Bizdə də eyni şeydir. Birinci deyir topla. Birinci kvadratı yerinə yetirməliyik. Yəni, 9-un üstünə 6 gəlməliyik, 15. Bizdə olacaq 3, 1, 5. Və sonra dairə. Dairədə də biz indi yerlərini dəyişəcəyik. Baxın, məsəl üçün 3 burada əvvəldədir, 3 burada gələcək sonda. 1 ortadadır, 1 elə ortada qalacaq. 5 isə sondadır, 5 gələcək əvvələ. Cavabımız olacaq 513. Bu izah elədiyim 50 sual asan səviyyənin sualları idi. Orta səviyyəni əgər dinləmək istəyirsinizsə, bundan sonraki videoya keçid edə bilərsiniz. Çox sağ olun dinlədiyiniz üçün.